Kalsiyum P2 üstəgəl H2O, X üstəgəl Y-dir. Sonra X-in üstünə CO2 gəlib, kalsiyum karbonat və su əmələ gətirib deyir burada. Avtomatik burada belə bir məsələ yaza bilərik. Burada alınan məhsullar kalsiyum hidroksid və pH3'dür. İndi burada karbon qazı su əmələ gətiribsə, avtomatik buradan X-imiz kalsiyum hidroksid. Y-imiz olacaq pH3. İndi gəlin baxaq, burada X, Y məsələləri daxil olduq. Y-imiz nə oldu? pH3. Hidrogenlə reaksiyası varmı? Yoxdur. Deməli, bu reaksiya mümkün deyil. X ilə xlorun, kalsiyum hidroksidlə xlorlu əhəng reaksiyamız var. 2 ola bilər. Kalsiyum xlorid, kalsiyum hipoxlorid və su əmələ gəl, xlorlu əhəng, ağarcı əhəng deyirik. Y-in su ilə, bəli. Yəni, buradan pH3-ün su ilə reaksiyasından P2O5 və H2O alınır. Bu da var, mümkündür bu reaksiya. X-imiz kalsiyum hidroksidin kaliumla reaksiyası yoxdur, amma kalsiyum hidroksidin alüminiumla reaksiyası var. Çünki alüminium amfoter metaldır. Ona görə cavabımız 2, 3 və 5. Cavabımız B variantı.